Sabahınız xeyir olsun, hörmətli hakim musiqisinin ışığına yığışan qonaqlar. Bugün mən burada elə adamlar görürəm ki, onları tədbirlərdə görmək çox az olur. Çünki hakim musiqisi elə bir dərin musiqidir ki, onu başa düşməyən bura gələ bilməz. Bəyəx şəkildə biz gördük birinci kadrda hakimin ilk dəfə Bakıya gəlişini. O illər mənim yadıma düşür, hakim bizim tibb içiləri adına orada bizim Saadət İnstrumental Ansamblinin ilk addımları olub. Ağabeyli Paşayev yaxşı bilir, oranın 54-cü ildə rəhmətli mənim atam orada rəhbər olur. Zeynəb Xanlarova, Lora Kərimova, Vəli Qədimov və sonra estafet mənə gəldi və böyük musiqiçilər oradan geri geçib, sayılarla indiki maşallah xalq artistlərinin 90%-i həmin tibb işlərinin Saadət Ansamblinin üzvləri oldular. Hakim də həmən Saadət Ansamblinə gələndə məşq qutarandan sonra mən xahiş edirdim burada Qarovçudan, hakim üçün şərait yaratsın, 1-2-3 saatda hakim məşq edəsin. O qədər həvəsli idi, balabanı qoyur, klarneti götürür, klarneti görür, balabanı götürür və hər dəfədə çalğısında yüksək profesionallıq var idi. Mən bilirdim ki, onun yeganə qulaq astığı böyük sənətkar Ələkbər Əskərov idi. Ruhu şad olsun. Bilirsiniz, Ələkbər müəllim özü də həyatda çox ağır xasiyyət olub. Düzdür, Rəşid Bebtov adına teatrda işləyib, müəyyən səfərlərə gedib, amma sonra nəsə o xasiyyətinə görə, düzgün danışdığına görə, bax, o baxımdan da hakim kiçik yaşlarından onun sənətinə diqqət edib. Hərdən bir sonra elə oldu ki, mən Muğam Teatrına musiqi rəhbəri dəvət olundum və hakim və rəhmətli xanlar, onun da ruhuna bir ağız olsun. Onları da dəvət elədim. Muğam Teatrında biz xeylən çalışdıq. O illərdə çox böyük musiqiçilər gəldi, oradan getdi, gəldi. Onlardan biri də orada gözəl bizim xanəndə Ehtiram Hüseynov oturub, onu da alışlayaq. Onu demək istəyirdim ki, bəzi vaxt mənim də qulağıma çatırdı, deyirlər ki, hakimin çalğısında türk elementləri var, belə var. Sonra mənim öz gəncliyim yadıma düşdü. Mən 72-ci ildə Almaniyadan, festivaldan gələndə Asaf Zenalının 2-ci kursunda oxuyordum. Mənim tələbə yoldaşlarımdan biri, o da hal-hazırda xalq artistidir, dedi ki, sən türkçə, ərəbcə çalarsan. Sonra illər keçdi, mən konservatoriyada dərs dedim, akademiyada dərs dedim. Dedim, nə oldu? Bəs mən türkçə çalırdım. Yox, sən öz yolunu çalarsan, indi elə bütün musiqiçilər də, nəinki kaman çalanlar, skripka çalanlar da, klarnet çalanlar da bu yolu istəyirlər. Hakimin də çalğısında öz yolu var, hakim özüdür, heç kimi yamsılamadı. Yana da deyirəm, bizim böyük sənətkarlar olub, Şəmsi İmanov olub, Əşrəf Əşrafzədə olub, onlar gözəl məclisdə, Alatka toylarında böyük maharət göstərirlər. Amma Ələskər Əkbərov, Vəli Qədimov, mən çox xoşbəxtəm ki, Vəli Qədimovla mən Zeynəb Xanlarovun ansamblində rəhbər olanda bir yerdə çalışmışam. Həmişə də söhbət edirdim, hakimdən danışırdıq. Bilirsiniz, bu insan özü üçün heç bir şey eləmək istəmir həyatda. Bunu o qədər hamı çox istəyir. Mən onun haqqında danışanda elə bir doğma rəhmətli Mirzəli qardaşım haqqında danışıram. Allah rəhmət eləsin. Hakim o illərdə bir yerdə çalışırdılar. Mən amma indi də istəyirəm ki, hakim biraz o biri musiqiçilərdən reklamı öyrənsin. Çalmağı hamısı ondan öyrənir. Amma biraz reklam eləməyi, televizorda görünməyi hakimə bilirsiniz, heç bir şey lazımdır. Onun bu dəqiqə gedib TRT1-də, Türkiyədə solo konsert verməyə də qabiliyyəti var. Çünki onun
Biz onun Türkiye'de, Moskova'da səfərdə olmuşduq. Türkiye'de Hüsnü Şənləndirici gəlmişdi onun konsertinə Hakimə qulaq asmağa. Yəni o da balaca musiqiçidir. Ona görə də mən bugünkü gündə sizin vaxtınızı almaq istəmirəm. Allah'tan ona can sağlığı arzu edirəm. Uzun ömür arzu edirəm. Və həmişə istədiklərin əhatəsində olsun. Çünki hakim Azərbaycan musiqisinə çox lazımdır. Çünki bizim bu düzgün musiqiyə ehtiyacımız var. Bizi telekanallarda yalancı musiqilərlə başqa elimizə aparırlar. Sağ olun. Elinize.